Axund çox gözəl ifadələr işlətdi. Bizim şəhidlərimizin şanına çox böyük təriflər deyildi və layiqi ürək sözləri deyildi. Və şairin sözlərindən də desək, ey bu torpaqlar üçün torpağa düşmüş əskər, göydən əcdad enərək öpsə o taş alın dəyər. Nə böyüksən ki qanın qurtarır bu töfülü, Bədrin aslanları ancaq bu qədər şanlı idi. Bu bir şairin öz düşüncələri ilə şəhidi vəsf etməsidir. Ancaq dini kurallarla götürəndə, hətta şəhidin məqamı belə, mən deyərdim, öz subyektiv fikrimcə, Peyğəmbərlərin məqamından da üstün olur. Çünki Peyğəmbərlərə öldü deyilir, şəhidlərə öldü deyilmir. Peyğəmbərlər dünyasını dəyişəndə yuyulur, kəfənlənir, ancaq şəhidlərimizi Allahın əmri ilə mələklər yuyur və Allah dərgahından ipəklərlə kəfənlənir. Və ən nəhayət Peyğəmbərlərin ruhunu mələklər alır, amma şəhidin ruhunu döyüş meydanında Allah alır. Və bu qədər şərəfli, bu qədər hörmətlə, izzətlə, vətən uğrunda Allah rızası üçün döyüşlərə qatılan oğullarımıza şəhadət nəsib olur. Allah o şəhadəti bizlərə nəsib eləsin. Şəhadət, yəni məhz torpaqlar uğrunda dünyasını dəyişməklə ölçülmür. Şəhadət hər bir vətəndaşın vətənin daşı olaraq, vətənin sözün əsl mənasında bir vətəndaşı olaraq bu torpaqlar uğrunda canını fəda edən şəhidlərimizi yaşatmaq və Azərbaycanımızın müasir və müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməməkdir. Uca Allahdan şəhidlərimizə rəhmət, igidlərimizə qüvvət və millətimizə vəhdət arzu edirəm. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin.